İmici əsbabdan aşağı olan Azərbaycan polisi yağış sularından da dolayı özünə hörmət qazanır. Vay be, vay be. Ala baxın, Azərbaycan polisindən nümunəvi addım. İllər boyu, uzun illər boyu hörmətini itirən, izzətini itirən, namusunu, şərəfini itirən Azərbaycan polisi yağış suyu ilə özünə dost tutur. Baba nə deyirlər? O dədədən babadan söz var da, deyirlər hamam suyu ilə özünə dost tutur. Bax indi Azərbaycan polisi hamam suyu ilə də yox, o Soçki yazır onu. Yağış suyu ilə özünə dost tutur. Yağışda keçən o gölməçəni keçməyə cığala paylayır. Paho! Paho! Bax. Ala baxın. Baxın ay millət. Ala baxın. Azərbaycan polisi o cığalaları paylayır. Baxın ay millət. Yağış suyu ilə özünə dost tutan Azərbaycan polisi. Baxın ay millət, baxın. Vilayət Eyvazov qoyub ora. Ay boy, boy. Ay Azərbaycan polisi, nəyə oxşuyursunuz, bilirsinizmi? Nəyə oxşuyursunuz? O bir nəfər var, video paylaşılmışdı, ha. Video paylaşılmışdı, ha. Deyir da, o Petuk gəlir, Kamaz şoförünə deyir, ya, ay, gel, cığalan da əldə bilə tutub da ağzına, bir cığal. Ay, deyir, qıca deyir, kayfını alayım deyir, buraya jada tüh deyir. Səni deyir, azarını alayım deyir. Cığalan da əldə tutub, bax, Azərbaycan polisi, bax, onu oxşuyursunuz, bax. Ey, Vilayət Eyvazov. Ey, Vilayət Eyvazov. Ay, ölənləri tüpürsünüz, ha. Ha bu neydi ha? Uğraş oğlu uğraş. Bu neydi? Yağış suyuyla özüge dost tutursan ha. Allah belanı versin sen. Analog olmayan ölkə, hətta ata loqu, bala loqu, baba loqu, nənə loqu olmayan ölkədə yaşayırıq biz.